Qarabağın Polşalı qapıçısı Mateusz Kochalski ətrafında böyük transfer həyəcanı yaşanır. Fanat Azın futbolçuya yaxın mənbədən əldə etdiyi məlumata görə Avropanın bir neçə nəhəng klubu Kochalskini diqqətlə izləyir. Əldə olunan məlumata əsasən onun xidmətində Almaniyanın məşhur Borussia Dortmund klubu Çempionlar Liqasının son turunda Napolini 2-0 hesabı ilə məğlub edən İtaliyalı nəhəng Napoli və ən diqqət çəkən variant A seriyasının güclülərindən olan Milan Interi maraqlıdır. Maraqlı məqam ondadır ki, Inter hələ rəsmi təklif göndərməyib, lakin mənbələrin iddiasına görə bu ehtimal olduqca yüksəkdir. Məsələ ondadır ki, Qara Göylər 36 yaşlı təcrübəli qapıçı Jan Sommer üçün layiqli varis axtarır. Klubun skautları Kochalskini uzun müddətdir nəzarətdə saxlayır və xüsusən qarşıdakı oyunlardakı çıxışı onların qərarında həlledici olacaq. Əgər Kochalski performansını eyni səviyyədə davam etdirərsə, yanvar transfer pəncərəsində Interin Qarabağa rəsmi təklif göndərməsi real hesab olunur. Bundan əlavə, Milan klubunun maraq dairəsində Real Madridin ikinci qapıçısı Andrei Luninin də adı var. Hazırda Qarabağ tərəfi məsələni şərh etmir, lakin mənbələr bildirir ki, klub Kochalski üçün yüksək təklif gəldiyi halda durumu dəyərləndirməyə hazırdır. Azərbaycan çempionunun Avropada bu cür maraq doğurması isə həm klubun, həm də futbolçunun uğurlu çıxışının göstəricisidir. Sizcə, Mateusz Kochalski üçün ən doğru seçim hansı klubdur? Inter, Borussia, yoxsa Napoli? Son transfer xəbərlərini ilk siz bilmək istəyirsinizsə, kanala abunə olun, videonu bəyənin və fikrinizi şərhlərdə yazmağı unutmayın.